Günəş çıxır, üfüqün rəngi qırmızıya boyanırdı. Çıxan günəşdir. Çıxır. Mübtəda xəbər. Üfüqün rəngi qırmızıya boyanırdı. Bu da mübtəda xəbər. Deməli mürəkkəb cümlədir. Abbas Mirzə Rus qoşunlarına qarşı rəşadətlə vuruşmuş. Abbas Mirzə vuruşmuş. Onun qəhrəmanlığı dillərə dastan olmuşdu. Dastan olmuşdu xəbər. Mübtəda xəbər yenə. Yeni körpülər salınmış. Körpülər salınmış. Yollar təmir olunmuşdu. Yollar təmir olunmuşdu. Bunlar da mürəkkəbdir hələ ki. Dedilər bu xəmir çox su aparacaq. Dedilər xəbərdir. Yəni bu qeyri-müəyyən şəxsli cümlədir. Bu xəmir çox su aparacaq. Aparacaq xəbərdir. Nə xəmir? Burada da mürəkkəb cümlədir. Bacıları rayonda meyvə yığır. Bacıları yığır. Mürəbbə bişirir. Turşu hazırlayırdılar. Olacaq həmcins xəbərli sadə cümlə Y variantını götürəcək. Növbəti səhv 41-dədir. Baxaq 41-ə. Verilən şərhlər hansı cümləyə aiddir? Tabesiz mürəkkəb cümlədir. Tərkib hissələri bağlayıcı ilə bağlanıb və hər iki tərkib hissədə ikinci dərəcəli üzv işlənməmişdir. İskəndər Poladdan sədd çəkdirir. Tayfa hücumlarından xilas olur. Hər ikisini eləyən İskəndərdir, sədd çəkdirən də, xilas olan da. Deməli, sadə cümlədir. Şərtimizin birini ödəmir, çıxırıq. Sərkərdə səyahətə çıxır və hər yerdə yaxşılıq edir. Sərkərdə səyahətə çıxır, yaxşılıq edir. Yenə mübtəda 2 dənə xəbər, yəni həmcins xəbərli sadə cümlə. İskəndər bir çox ölkələri fəth edir. İskəndər fəth edir. Sonra o, mübtədası odur, artıq İskəndər deyil, Yunanistana qayıdır. Düzdür, o da İskəndəri işarə edir, amma olsun, yenə ayrı mübtəda olduğuna görə bu həmcins xəbərli sadə cümlə deyil. Olacaq tabesi mürəkkəb cümlə. Bu bir şərti ödədi. Baxaq, tərkib hissələri bağlayıcı ilə bağlanıbmı? Sonra o, bax görürsən, burada vergül var. Yəni təkcə intonasiyadır. Ona görə bu variantda ikinci şərti ödəmədiyinə görə çıxdı. Çağırdım, sənsə gəlmədin. Mən çağırdım, mübtəda xəbər. Daha doğrusu mübtəda yoxdur, təsvir edirik. Sənsə gəlmədin. Gəlmədin, sən. Mübtəda xəbər. Tabesi mürəkkəb cümlədirmi? Bəli, bunu ödədi. Tərkib hissələri bağlayıcı ilə bağlanıb. Bəli, sasə bağlayıcısı ilə bağlanıb. Hər iki tərkib hissəsində ikinci dərəcəli üzv işlənməmişdir. Bəli, çağırdım xəbər, sənsə gəlmədin, mübtəda xəbər olacaq D variantı. Y-yə də baxaq. Mən bilirdim, sən gələcəksən. Düzdür, bu tabesi mürəkkəb cümlədir. Daha doğrusu mürəkkəb cümlədir. Amma nəyə baxırıq? Bağlayıcısı 2-dir. Deməli, tabeli mürəkkəb cümlədir. Sonra növbəti səhvimiz 47-dədir. Cümlələrin xüsusiyyətləri əsasında Eyler-Venn diaqramından yanlış fikirləri seçirik. Kim danışmaq istəyirdisə, onun ağzından vurdular. Kim? Onun. Bağlayıcı söz, qarşılıq söz. Elə ağlayırdı ki, heç kim gözündən yaş axdığını görmürdü. Elə ağlayırdı ki, bax ki vardı ya, hadisələr bir şəxsə aid, daha doğrusu bir şəxsə aid deyil burada, yox. Xəbər, elə olacaq zərflik. Sonra heç kim gözündən yaş axdığını görmürdü. Heç kim mübtəda görmürdü xəbər. Hələlik belə təhlil eləyək, sonra istədikcə baxarıq. Burada başvuraq cümlənin yerini də tapırıq. Bax, sasə ilə başlayan tərəf bu da, ikinci tərəf baş olmalıdır. Ki ilə olan tərəf baş, ikinci tərəf isə budaq olmalıdır. Bu da bu formada olacaq. Deyir ki, bu baş və budaq sxeminə uyğundur. Üçbucaqla işarə olunan cümlə səhvdir, baş və budaq yox, budaq və baş sisteminə uyğundur, sxeminə uyğundur. Baş cümlənin budaq cümləyə bağlanmasında şərt şəkilçisi iştirak edib. Şərt şəkilçisidirsə, əgər onda istəyirdisə, burada zaman şəkilçisi var, istəyirdisə, ona görə bu şərt şəkilçisi deyil. Bunu bu haqda danışmışdıq izahda. Xəbərlərin hamısı feilin eyni şəkli ilə ifadə olunub. Baxıram, istəyirdi, xəbər, vurdular, xəbər, ağlayırdı, xəbər şəkli, yəni görmürdü, inkar, irdəki görmür, indiki zamanın inkar formasıdır. Deməli, bu doğru fikirdir. Bağlayıcı sözdən istifadə olunub. İkinci cümləyə aid deyir ki, bağlayıcı sözdən istifadə olunub.
Yox, birinci tərəfdə var, birinci cümlədə var, yəni. Bunda yoxdur. Cümlə üzvlərindən ikisini əvəzliklə ikisi əvəzliklə ifadə olunub. Yaxşı oxunmur burada. Baxaq 3-ün kvadratdan verilən cümlədə elə əvəzliklə ifadə olunub, elə ağlayırdı ki. Bir də heç kim mübtədası əvəzliklə ifadə olunub. Bu da düzdür. Gəl yuxarıda birincisinə də baxaq. Çünki ola bilər ortaq fikirdə olsun, amma olmayacaq yenə də. Kim danışmaq istəyirdisə, kim mübtədadır, bəli, bu bir cümlə üzvüdür. Amma onun ağzından vurdular. Burada onun ağzı bütöv götürülür, yəni cümlə üzvü deyil. Burada əvəzlik sözləşməsinin tərkibində olduğuna görə bu təkcə olacaq kvadrata aid olan bir fikir. 3 və 5 olar variant olaraq. Variant yoxdur. Açıq sualdır. Olsun. Sonra bir dəqiqə. Burada yanlış fikirlər deyirsə, 3 ilə 5-i çıxacaq. Olacaq 1, 2, 4. Variant olaraq 1, 2, 4. Sonra növbəti səhv 55-dədir. 55-ə baxırıq. Tabesiz mürəkkəb cümlələri müəyyən edin. Yolçular çeşmənin suyundan içir. Yolçular içir. Ürəklərinin yanğısını söndürürdülər. Kim? Yenə yolçular. Yəni bir mübtədaya aid olan 2 həmciz xəbərdən söhbət gedəcək burada. Ondan sonra kənd həyəcan içində idi. Kənd həyəcan içində idi. Adamların dərdlərinin üstünə dərd gəlmişdi. Nə etmişdi? Dərdin üstünə dərd gəlmişdi. Bu da həmciz, tabesiz mürəkkəb cümlə olacaq. Tanıdığım 2 yaxşı adam varsa, biri sənsən. Varsa, bax görürsən burada sağ var. Artıq bu tabeli olaraq getdi. Fariz getdikcə daha çox qorxurdu Fariz. Həyəcanını gizlədə bilmirdi. Xəbər. Kim? Yenə də Fariz oldu. Farizə aid olan həmciz xəbərlər. Sonra bu işlər hamımızı narahat edir. Deməli, hansı işlər bu? Burada təyin olacaq. Onda bir qeyd kimi deyim. Təmkinli olmalıyıq. Nə etməliyik? Olmalıyıq. Kim? Nə etməyi təmkinli olmalı? Kim? Biz. Burada da olacaq həmciz tabes mürəkkəb cümlə. Sonra növbəti sual. 56. Biri mürəkkəb cümləni müəyyən edirik. Sənə nə tapşırılıb, onu da et. Sənə nə tapşırılıb? Mübtəda xəbər. Onu da et. Onu et. Et xəbər. Kimsən? Deməli olacaq burada. Tapşırılıbsa, fikir ver, burada sanı qoya bilirsən. Deməli bu mürəkkəb cümlələr deyirsə, biri götürəcəksən. Sonra gəlsə məsələni aydınlaşdırarıq. Burada da sağ var. Bu da mürəkkəb cümlədir. İkini də götürəcəksən. Güclü nəzarət olanda gərginlik yaranır. Yaranır. Nə? Gərginlik. Nə zaman? Güclü nəzarət olanda. Bu deyil. Sadə cümlədir. Uzaq sahillərdə əsərinin müəllifi olan Həsən Seyidbəyli həm də gözəl rejissordur. Rejissordur kim? Həsən Seyidbəyli. Nə tərzdə? Necə? Yox. Yenə də nə tərzdə necə? Hə, düzdür. Necə rejissordur? Olacaq təyin. Sonra kim? Hansı Həsən Seyidbəyli? Uzaq sahillərdə əsərinin müəllifi olan Həsən Seyidbəyli. Burada da həmcinslik yoxdur. Nə də ki, nədir o? Mürəkkəb cümlə deyil. Olacaq 1 və 2. Sonra növbəti səhvimiz neçədədir? 62. 62. Eyler-Venn diaqramı baxırıq. Maksimum budur. Verilmiş cümlələrlə bağlı uyğunluğu Eyler-Venn diaqramına əsasən müəyyən edirik. Avtobus dayanacaqdan 10 metr aralanmışdı ki var. Oradan güclü partlayış səsi eşidildi. İkinci cümlədə isə deyir, o elə bir hökmdar idi ki, sənətə qayğı ilə yanaşırdı. Baxırıq birinci cümlədə, bax burada sxem məsələsi var da. Gəl sxemi aydınlaşdıraq. Birinci. Ki varsa deyirdi ki, baş birinci, budaq ikinci. Amma burada zaman məzmunu var. Avtobus dayanacaqdan 10 metr aralananda oradan güclü partlayış səsi eşidildi. Anda ilə əvəz elədim. Deməli, baş cümlə birinci olacaq, budaq cümlə ikinci. İkinci cümləni də o formada təhlil edək.
O elə bir hökmdar idi ki, burada artıq yenə üzr diləyirəm. Bayaq deyirəm ki, baş birinci olacaq. Əgər ki bağlayıcısı zaman bildirirsə, budaq birinci, kvadrat ikinci. Yəni baş cümlə ikinci. Burada isə baş birinci, budaq ikinci olacaq. Çünki burada ki zaman məzmunu bildirmir. Baxırıq, tərkib hissələri müəyyən şəxsi cümlələrdən ibarətdir. Avtobus uzaqlaşmışdı, yəni aralanmışdı, mübtəda xəbər. Partlayış səsi eşidildi, mübtəda xəbər. Bunların hər ikisi müəyyən şəxsi cümlədir. 1, 2-yə də baxaq. O hökmdar idi, sənətə qayğı ilə yanaşırdı. Burada da həm müəyyən şəxsli olacaq, çünki onu təsəvvür edə bilirsən beynində. Deməli olacaq, ikisinə ortaq fikir olaraq A-nı götürəcək. Baş budaq sxeminə uyğundur, onu ikinciyə götürəcək. Budaq cümlənin xəbəri indiki zamanda olan feillə ifadə olunmuşdur. Budaq cümlənin birinci cümlədə xəbəri aralanmışdı. Mış keçmiş zamanda götürmürük. İkinci cümlədə isə budaq cümlənin xəbəri sənətə qayğı ilə yanaşırdı. Ir və idi hissəciyi var. Deməli, budaq cümlənin xəbəri indiki zamandadır, ikinci cümlədə. Sonra tərkibindəki sadə cümlələrdən biri qrammatik cəhətdən digərinə tabedir. Bu, hər ikisinə aid fikir olacaq. Burada da var, budaq cümlə baş cümlədən əvvəl işlənmişdir. Bu da olacaq birinci cümləyə aid. D variantı bura. Bu formada uyğunlaşdırırıq, getdi. Sonra növbəti səhifəmizə baxaq. 64. Sonuncu sualdır deyəsən bu, bəli. Eyler-Win diaqramına əsasən uyğun, düzgün olanları müəyyən edirik. İgid odur, atdan düşə, atlana. İgid odur, ki. Bura ki qoya bilirsən. Deməli, bu tabeli. O da olacaq baş, budaq. Bu formada. Hər kəs ki, pislik edir, özünə edir. Hər kəs ki, pislik edir. Bax, burada edirsə, bunu təsəvvürümüzdə canlandırırıq. Sə varsa da budaq birinci, baş ikinci olacaq bu formada. Baş və budaq sxeminə uyğun olan, bayaq da bunu demişdik, A. Tabeli mürəkkəb cümlədir. Tabeli mürəkkəb cümlə olması hər ikisinə aid olan fikirdir. Birində sasəni, birində də ki, kini bərpa etmək mümkün oldu. Tərkib hissələri yalnız intonasiya ilə bağlanıb. Hər ikisində, hər kəs ki pislik edir cümləsə ki var, amma o bağlayıcı deyil, orada ədat bir mövqeyində işlənib. Ona görə də hər ikisində deyə bilərik ki, yalnız intonasiya ilə bağlanıb. Yox, bax, hər kəs ki, kim ki, onlar nə idi? Bağlayıcı sözlər. Deməli, intonasiya ilə bağlanan bura aiddir. Sonra 2-yə aid görək nə var. Tərkib hissələri bağlayıcı sözlə bağlanıb. Bu olacaq 2-yə aid, bayaq dediyimiz. Baş və budaq cümlələr feili xəbərlidir. Baş cümləmiz olacaq burada odur, əvəzlikli. Əvəzlik xəbərli olundadır, bu deyil. Bu heç buna aid olmayacaq, yəni birə aid olmayacaq. Hər kəs ki, pislik edir. Pislik etmək bir xəbər, feili xəbər. Özünə edir, bu da pislik, feili xəbər. Y variantı olacaq bura. Bu qədər.